Şəkildə gördüyünüz bu adam həkim demək istəmirəm, amma çox təəssüf ki, həkim kimi ölkədə fəaliyyət göstərən Cahit Şahbazov, Kaspian Hospitalda işləyən Cahit Şahbazov insanların həyatını məhv etməklə, insanların gözünü kör etməklə məşğuldur. Yanına gələn insanlara pul almaq məqsədi ilə yalandan diaqnozlar qoyur. Başı çıxdı, çıxmadı, bildi, bilmədi, əməliyyata salır. Sağlam insan gözünü iflic vəziyyətə salır. Sonra heç nə olmamış kimi yığdığı pullarla yay istirahətinə yollanır. Çünki bu mütləq xaricdə istirahət eləməlidir. Bunun üçün də nə etmək lazımdır? Sağlam insan gözünü məhv etmək, insanlara yalandan diaqnoz qoymaq, həmçinin insanları kör edib buraxmaq, sonra da bir əşya kimi davranmaq. Mənim güclü vəkilim var, onsuz da mənə neyniyəcəklər ki, yaxşı eləyib kör etmişəm. Öz dünyasında belə fikirləşərək həyatını davam etməklə məşğuldur. Bunun yanında 2 nəfər işləyir, onlar da elə Cahit Şahbazovun eynən tayıdır. Aynur Ələkbərova, Nigar Rızazadə. Mən sizin 200-dən də şikayət eləmişəm. Cahit Şahbazov, Aynur Ələkbərova, Nigar Rızazadə. Bu üçü, başda da Kaspian Hospital olmaqla, mən ömrümün axırına kimi sizdən şikayət eləməyi düşünürəm. Siz özbaşına ola bilərsiniz, amma hüquq qarşısında heç bir özbaşınalıq eləyə bilməyəcəksiniz. Hüquq